Sual verir ki, namaz qılmamaq böyük günahdır, yoxsa adam öldürmək? Namaz qılmamaq tək adam öldürməkdən yox, adam öldürməkdən, içki içməkdən, oğurluq etməkdən, faiz yeməkdən, rüşvət almaqdan, bunların cəmindən daha böyükdür. Bütün İslam alimlərinin, istəyir sünnisi olsun, istəyir şiəsi olsun, bütün İslam alimlərinin yetkili fikrinə görə İslam aləmində ən böyük günah namazı tərk eləməkdir. Namazı tərk eləmək ən böyük günahdır. Hətta alimlərin bəziləri ixtilaf eləyiblər ki, namazı tənbəllikdən, inatkarlıqla yox, inatkarlıqla tərk eləyən bir mənalı kafirdir. Namazı tənbəlliklə tərk eləyən müsəlmandır, yoxsa qeyri-müsəlmandır? Bir çox alimlər deyir ki, müsəlman deyil. Bəziləri də deyirlər ki, müsəlmandır. Özünüzü və ailənizi cəhənnəm ateşindən qurtarın, qoruyun deyil. O yüzden Allah deyir ki, وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ Ailənə namazı əmr et. وَاسْتَبِرْ عَلَيْهَا Namaz üzərində səbirli ol, səbirli olmağa davam elə. Namaz səbir tələb edir. Bəzi insanlar var, namaz qıl deyirsən, ya mən iş adamıyam, işləyirəm. Namaz qılsam, ailəmi kim saxlayacaq? Subhanallah, güya ki bu namaz qılanlar hamısı boş havara insanlardır. Allah Teala zaten bu ayədə xəbər verir. وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاسْتَبِرْ عَلَيْهَا Ailənə namazı əmr et və özün də namaz üzərində səbirli ol. لَا نَسْأَلُكَ رِزْقَ نَحْنُ نَرْزُقُكَ Subhanallah. Allah Teala cavab verir qardaş. O şübhəyə, o şeytani şübhəyə cavab verir Allah Teala. Deyir ki, səndən ruzi istəmirik, səni biz ruziləndiririk. Yeter ki sən namazı qıl. Sən namazı qıl, biz sənə ruzi verəcəkdik. İmam İbn Qayyim rahimehullah özünün yazdığı Namazın tərki və onun hökmü adlı kitabında namazın tərki barəsində belə bir söz deyir. Buyurur ki, müsəlmanlar arasında heç bir ixtilaf yoxdur ki, namazı tərk etmək, yəni namaz qılmamaq ən böyük günahdır. Zinadan daha pisdir. Qətil, adam öldürməkdən daha pisdir. İçkidən daha pisdir. Şərab, insanların malını batilcəsinə yeməkdən daha pisdir. Bunların hamısından daha böyük olan günah namazı tərk etməkdir. Və bu dünyada və axirətdə əzabı daha şiddətlidir. Ona görə müsəlmanlar çalışmalıdır, namazda səhlənkar olmasınlar. Namazı tərk etmək Allah yanında ən böyük cinayət sayılır, ən böyük günahlardan biridir. Yaxşı, insanlar var, görürsən, deyirlər ki, yəni biz ibadət üçün yaradılmışıq, bəs onda bizim yaşamayaq onda, bəs yəni, ailəmiz, övladlarımız və biz onlara deyirik ki, subhanallah, Allah subhanahu wa ta'ala sənə vacib etdiyi ibadətlər səndən az bir vaxt aparır. Gün ərzində, yəni bir sutkada gün ərzində neçə saat var? 24 saat, hə? 24 saatın neçə saat namaz? Yəni gün ərzində 5 vaxt, yəni ən çox, yəni vacib, yəni gün ərzində vacib olan əməllərdən ən əsası gün ərzində təkrarlanan 5 vaxt namaz. 5 vaxt namaz səndən nə qədər vaxt aparır? Yəni ən uzağı aparsa sünnələrin qılmaqla, dəstəmazla, almaqla 2 saat səndən vaxt aparsın. Hələ yəni bu ən çox sən belə gözəl, uzun şəkildə, rahat şəkildə qılmaqla. 2 saat, 24 saatın 2 saatın, hə? 2 saatın Allah subhanahu ta'alaya ayırmağa vaxt tapmırsan sən, Allahu akbar. Bunu qəzaya salın, bu doğru deyil. Ona görə Allah subhanahu ta'ala Quran-ı Kərimdə nə buyurur? Deyir ki, İnnə salətə kənət aləl mü'mininə kitəbən mövqutə. Allah Teala buyurur ki, Maidə surəsində həqiqətən namaz möminlərə müəyyən bir vaxtda fərz edildi. Yəni, müəyyən bir vaxtı var, şəriət bunu qoyubdur sənə. Aydındır? Allah Teala sizin şəkillərinizə baxmaz. Allah Teala sizin qəlblərinizə və əməllərinizə baxar. Deməli, qəlb və əməl. Qəlb də əməllə düzəlir. Ona görə, yəni Allah Teala onu deyir ki, ona görə görsən, əslində hamımız Allahın rəhməti ilə cənnətə girir. Udxulul cənnətə bimə kuntum tə'məlun. Yəni siz elədiyiniz əməllərin səbəbi ilə cənnətə girin. Allah Teala'nın rəhməti ilə girir. Amma niyə görə əməlləri qoyub? Səbəb olaraq ki, seçilsin sadiqlə sadiq olmayan. Yəni Allah Teala onda da əməl nəyə lazım? Sən uşağa onda buyurma da. Heç nə buyurma, nə əməl. Yəni o uşağın düzgün yaşaması üçün əməllər eləməlidir uşaq. Sən ata uşağına buyurur ki, filan şey elə, filan şey elə.
bu həyatda o düzgün yaşaması üçün onu səndən ki, elə uşaqdır da elə heç bir əməl eləməz evdə. Necə olur? Allah Teala səni yaradıb ki, sən əməl eləyəsən. Allah Teala ibadət eləyəsən. "Və mə xalaqtul cinnə vəl-insə illə liyəbudun." Mən cinləri və insanları yalnız mənə ibadət etmələri üçün yaratdım. Yəni burada birinci sən bilməlisən ki, sənin yaranma məqsədin nədir? Yəni yaranma məqsədin yemək, içmək və şəhvəti ödəməkdirsə, bu heyvanda da var.